Sosial şəbəkələrdə daha bir müəllimin şagirdləri döyməsini iddia edilən səs yazısı yayılıb. Səs yazısında müəllimin şagirdləri dəyənəklə döyməsi və onlara qarşı qeyri-etik və zoraki davranışlar sərgilədiyi iddia edilib. Əməkdaşlarımız səs yazısı yayılan 316 saylı məktəbin müəllimi ilə həmsöhbət olub. Sinifdə bir hadise oldu, dördüncü sınıfta o zaman. İsteme. Dördüncü. Sosial şəbəkələrdə səs yazısı yayılan paytaxtın Suraxanov rayonunda fəaliyyət göstərən 316 saylı məktəbin riyaziyyat müəllimi Mehman Qurbanlıdır. 4 dəqiqəyə yaxın səs yazısında müəllimin şagirdləri onlardan şikayət olunmasına görə cəzalandırdığı aydın eşidilir. Şikayet bedel olmaz. Gerek buranın başında durasan zaten. Bunun evvelinde ben ders çalışarım sana. Səsi həmin vaxt sinifdə olan şagirdlərdən biri qeydə alaraq yayıb. Yox, mənim üçün dərslərdə özünü yaxşı aparamır da, müəllimlər mənə şikayət edirlər. Mən də bir sinif rəhbəri kimi təbiyyəni görmüşəm. İddialara görə müəllim sinif rəhbəri olduğu şagirdləri dəyənəklə döyərək onlara fiziki təzyiq göstərib. Biz aqressiv müəllimdir, bəli. Dərslərdə izahat istəyəndə, eləndə, yəni qız uşaqları ağlayır onun dərsində ki, qorxuruq lövhəyə çıxmağa. Bəs işin əsli nədir? Şagirdləri cəzalandırmaq yoxsa dərs keçmə metodu? Tədbir görmüsünüz məktəbdə? Bəli. Orada uşaqlardan izahat alınır. Mehman müəllim neçənci sinif şagirdlərin? 6-cı sinif. Əvvəl harda işləyib? Qaralar məktəbi. Orada da uşaq döydüyünə görə çıxarıblar. Saçından tutub qaldırırlar. Hadisənin dəqiq təfərrüatlarını edən səs yazısı yayılan 316 saylı məktəbdə 18 illik pedaqoji fəaliyyəti olan Mehman müəllimin özündən öyrənməyə çalışdıq. Yox, döymək söhbət olmayıb. Tana geçsən uşaqlar içəridədir. Məktəbin rəhbəri izadda özü bilmirəm nə döy. Mənim işləməyim burada nədir? Belə aqressiv davranmışam, acıqlanmışam, sinif rəhbəri kimi tərbiyələndirmişəm. Müəllim şagirdləri döymədiyini və qeydə alınan səs yazısında ona böhtan atıldığını deyir. Yaxşı apara bilmirsən, müəllimənin dərsində, müəllimlərin dərsində özünü yaxşı apara bilmirsən, sinif rəhbəri müəyyən tədbir görməlidir də. Təhsil ocağında qeydə alınan səs yazısının yayılmasından sonra Suraxan rayon polis idarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən şagirdlərdən və səsi yayılan müəllimdən izahat alınıb. Riyaziyyat müəlliminin öz şagirdlərini dəyənəklə döyüb-döyünməsini hazırda polis araşdırır. Ancaq məktəbdə həmsöhbət olduğumuz valideynlər və şagirdlərin dediyi sözlərdən belə bir qənaətə gəldikdir. Adı hadisədə hallanan riyaziyyat müəllimi Mehman Qurbanlı heç də bu məktəbdə sevilən bir müəllim deyil. Baş Şəhər Təhsil İdarəsindən bildirildi ki, məktəbin riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar məktəb daxili araşdırma aparılıb. Araşdırma nəticəsində bəlli olub ki, müəllimin rəhbərliyi etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər müəllimləri də qane etmir. Araşdırma zamanı o da məlum olub ki, müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, digər şagirdlərin təhsil hüququnu pozduqlarına, tədris prosesinə maneçilik törətdiklərinə, dərsə məsuliyyətsiz yanaşdıqlarına görə onları tənbih etdiyi məlum olub. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.